Salam dəyərli şagirdlər. Bu gün biz 8-ci sinif kimya dərsliyində 2.3 kovalent rabitə mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndiləriniz tətbiq yerinə baxaq. Xlor atomları arasında rabitə necə əmələ gəlir? Bu rabitənin əmələ gəlməsini aşağıdakı atomlar arasında rabitənin əmələ gəlməsi ilə müqayisə edin. Uşaqlar, bizə əvvəlcə xlor atomları verib. Biz bilirik ki, xlorun özünün sıra nömrəsi 17-dir və xlor da qeyri-metaldır. Qeyri-metal atomlar birləşəndə elektronun bir atomdan digər atoma keçidi baş vermirdi. Biz ona görə nə öyrənmişdik? Oktet qaydası öyrənmişdik. Oktet qaydasına uyğun olaraq öz tək elektronundan birgə istifadə edirdi və ortaq elektron cütünü yaradırdı. Əslində bunu yazmanın müxtəlif üsulları var uşaqlar. Məncə ən asan üsul budur. Bu üsuldan istifadə edərəksə izah eləməyə çalışacağam. Amma dərslikdə verilən üsullarda sonrakı suallarda yenə də baxarıq. Baxın, xlorun əvvəlcə elektron formulunu yazsam. 1s2, 2s2, 2p6, 3s2 və nə olur? 3p5 olur. Düzdürmü? Əvvəlcə biz xlor atomu ilə xlor atomunun birləşməsini yazmalıyıq. Bunun üçün uşaqlar, sonuncu incitlik təbəqəyə baxırıq. Görürük ki, 7 elektron var. 7 elektron nə etməlidir? Özünü 8-ə tamamlamalıdır. Bunu yazsaq, xlor üçün 7, 1, 1, 2, 3, 4, 5, 6 və 7. Xlor atomu ilə birləşir. 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, xlorla xlor ortaq elektron cütü hesabına bir-biri ilə birləşəndən sonra, baxın, xlor və xloru yaratdı. Ortaq elektronlar, baxın, bu ortaq elektronlardır. Birləşdi. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6. İndi biz nə görürük? Görürük ki, 7 elektronuydu, özünü neynir? 8-ə tamamladı. 7 elektronuydu. Burada özünü neynədi uşaqlar? 8-ə tamamladı. Və xlorla xlor qeyri-metaldır. Qeyri-metal ilə qeyri-metal bir-biri ilə birləşərək kovalent rabitəni yaradır. Bu bir üsulumuz. Daha sonra bizə verib natrium və xlor atomları. Gəlin indi natriumla xlora baxaq. Başqa cür belə edə bilərik. Baxın, natrium sıra nömrəsi neçədir? 11-dir. 11-dir. Yazdıq bura. Neynəyəcək özünü? Neona tamamlayacaq. Neonu tamamlaması üçün natrium 11, 10 yazdıq. İyonun yükü oldu. Nə qədər? Müsbət 1. İyonun yükü necə tapırdı uşaqlar? Proton çıxılsın elektron. Ümid edirəm ki, artıq bunu hamı bilir. İyonun yükü müsbət 1. Elektronumuz nə olacaq? Mənfi 1 olacaq. Biz həmçinin demişdik ki, metallar elektron verərək müsbət yüklü iyona, yəni katyona çevrilir. İndi xlora baxsaq. Xlor 17, 0, 17 özünü neynəyəcək? Arqona tamamlayacaq. Arqona tamamlaması üçün 17, 18, mənfi 1 oldu iyonun yükü və elektronumuz nə olacaq? Müsbət 1 olacaq. Deməli, biz dedik ki, metallar elektron verərək müsbət yüklü iyona, katyona çevrilirdi. Qeyri-metallar isə elektron alaraq mənfi yüklü iyona, anyona çevrilirdi. İndi biz burada natrium müsbət oldu, xlor isə nə oldu uşaqlar? Mənfi oldu. Bir-birini nə edəcəklər? Cəzb eləyəcəkdir. Cəzb eləyərək iyon rabitəni əmələ gətirəcək. Daha sonra B-yə baxaq. Bizə verib hidrogen bir də xlor atomları. Hidrogenin özünün elektron formulu neçədir uşaqlar? Baxın, belə yazaq. Hidrogen üçün 1s1. Xlor üçün nə dedik bayaq? 3s2, 3p5 ilə bitdi. İndi gəlin bunu yazaq. Baxın, hidrogen bir elektronunu qoydu ortaya. Xlor da 7 dənə idi. 1, 2, 3, 4, 5, 6 və 7. Bir elektronunu qoydu. Hidrogen bir elektronunu qoydu. Özünü neynəyəcək uşaqlar? 1s2-yə tamamlayacaq. 1s2-yə tamamlaması üçün, baxın, bu elektronlarını qoydu. Xlor da qoydu bir dənə elektronunu. İndi burada nə görürük? Görürük ki, hidrogen özünü 1s2-yə tamamladı. Xlor da özünü neynədi uşaqlar? 3s2, 3p6-ya tamamlamış oldu. Bunu belə də yaza bilərik uşaqlar. İstəyirsiniz, gəlin bunun sxematik təsvirini də verim. Sxematik təsviri necə olur? Sxematik təsvir o deməkdir ki, hidrogen bir dənə elektronunu, belə yazaq, bir dənə elektronu var idi bunun, düzdürmü? Gətirdi qoydu ortaya. Yəni, bu gətirdi qoydu özünü ortaya. Bu hidrogenin. Daha sonra xlorun konfigurasiyasını çəksək, deyirəm, yerləşər bura. Heç yerləşən oxşamır. Bircə dəqiqə. Biraz buradan çəkirəm uşaqlar. Xlor konfigurasiyasını çəksək.
Fərqli rənglə qeyd edirəm uşaqlar bunu. Baxın, xlor dedik, birinci energetik təbəqədən hissə nədir? 2 elektron, 1, 2, ikincidə deməli 1s2, 2s2, 2p6, deməli 8, 2, 3, 4, 5, 7 və 8. Üçüncüdə isə nə qədərdir uşaqlar? 3s2, 3p5-dir, düzdürmü? Yəni 7 dənə. 1, 2, 3, 4, 5, 6 və 7. Bu 7 dənədən bir dənə elektronunu gətirir, qoyur ortaya. Bu xlor üçündür. Gəldi, qoydu bura. Düzdürmü? Bu olur hidrogenin, bu da olur xlorun. Yəni, hidrogenlə xlor arasında yaranan rabitə nə olacaq uşaqlar? Kovalent rabitə olacaq. Hidrogen nədir? Öz bir dənə elektronunu gətirdi, ortaya qoydu. Xlor da öz bir elektronunu gətirdi, ortaya qoydu. Deməli, xlor, baxın indi. Burada görürük ki, xlorda burada nə qədər idi uşaqlar? 17 dənə idi, düzdürmü? Buradan da hidrogendən bir dənəsini götürür. Xlor özünü 18-ə tamamlayır. Hidrogen gətirib bir dənəsini qoymuşdu. Xlordan da bir elektronunu götürür. Nə edir özünü uşaqlar? 1s2-yə tamamlamış olur. Yəni, hidrogen özünü 1s2-yə tamamladı. Xlor da özünü 3s2, 3p6-ya tamamlamış oldu. Ümid edirəm ki, aydın oldu uşaqlar. Yəni, xlorda 17-si var idi, özünlüydü. Bir dənə hidrogeni qoydu. Hidrogen özündən birini qoydu. Xlor birləşdirdi, oldu 18. Hidrogen özünün biri var idi. Yəni, onu qoydu ortalığa. Xlordakı bir dənəsini də götürdü, özünü tamamladı 1s2-yə. Xlor tamamladı 3s2, 3p6-ya. Hidrogen də özünü tamamladı 1s2-yə. Ümid edirəm ki, izahım aydın oldu. Uşaqlar, ən asan üsul, məncə bu üsuldur. Dərsliklərdə düzdür, çox da verilmir. Amma bu üsul çox daha rahat üsul hesab olunur. Daha sonra ikinci suala baxaq. Kükürt ilə hidrogendən əmələ gələn maddənin formulu necə olar? Bu maddənin molekulunun əmələ gəlməsini sxematik olaraq necə təsvir edərdiniz? Gəlin baxaq bircə. Bizə kükürt verib. Kükürt bilirik ki, sıra nömrəsi 16-dır. Özünü 18-ə tamamlamalıdır. Arqona tamamlası özünü 16, 18 olur. İyonun yükü olacaq nə qədər uşaqlar? -2. İyonumuzun yükü -2-dirsə, elektronumuz olacaq 2 elektron. Daha sonra hidrogendir. Hidrogenin özünü yazsaq 1, 0, 1. Neyniyəcək? Helyuma tamamlayacaq. Helyuma tamamlasa 1 elektron. İyonun yükü oldu -1. Elektronumuz da oldu. Nə qədər uşaqlar? Müsbət. Bircə dəqiqə. Müsbət 1 elektron oldu. Əla. İndi biz demişdik ki, baxın, 2 elektron burada var, 1 elektron da burada var. Biz neynəməliyik? Əçob tapmalıyıq. Əçobu taparaq biz elektron formulu təyin edə bilərik. 2 ilə 1-in əçobu olacaq 2. 2-ni bölsək 2-yə nə olar? 1 olar. Deməli, biz S-in ayağına 1 yazmalıyıq. 2-ni bölsək 1-ə, hidrogenin də ayağına 2 yazmalıyıq. Oldu bizdə nə formulu uşaqlar? H2S şəklində. Sıra nömrəsi əvvəl gələni daha çox, yəni %90% ehtimalda daha əvvələ yazırıq. Bu qədər. Daha sonra deyir ki, bunun sxematikini necə təsvir edərdiniz? Gəlin yenə sxematik təsvir etməyə çalışaq uşaqlar. Baxın, hidrogen, bir də kükürt. Kükürt əvvəlcə yazıram, ortaya qoydum. Bir dənə də olsun belə. Fərqli rənglə qeyd edirəm. Birinci energetik təbəqə 1, 2. Deməli, kükürdün ümumi elektron formulu bizdə 16 idi. 3s2 nə ilə bitəcək uşaqlar? 3s2, 3p4 ilə. Bircə dəqiqə, istəyirsiniz yazaq onu da. Kükürdün elektron formulunu yazsam nə olar? 1s2, 2s2, 2p6, 10 oldu. 3s2, 12 və 3p4 şəklində oldu. Əla. İndi 8-ci, 2 dənəsinə qoydum 8, ikinci energetik təbəqə 1, 2, 3, 4, 5, 6, 7 və 8. Üçüncü energetik təbəqədə isə nə qədərdir uşaqlar? Elektron sayımız 6 dənədir. Gəlin yazaq 6 dənə. 2, 3, 4, 5. Bu da olsun 6. 6 dənə olsun. İndi biz neyniyəcəyik? Kükürt öz bir dənə elektronu gətdi qoydu ortalığa. Yəni kükürdü yazdıq belə. Düzdürmü? Burada daha sonra hidrogeni yazıram. Hidrogenin özünün də bir dənə elektronu var. O da gətirdi o bir elektronunu neynədir uşaqlar? Ortaya qoydu. Gəlin biraz fərqli yerdən yazım. Baxın, bu bir elektronu idi bunun. Gətirdi o bir elektronunu qoydu ortaya. Biz nə görürük? Görürük ki, kükürt 16 idi. Bu hidrogendəki birini də götürdü, oldu 17. Amma biz neynəməliyik? 18-ə tamamlamalıyıq. Ona görə də bizə neynəməlidir? Bir dənə də hidrogen lazımdır ki, həmin hidrogen ortaq elektronunu qoya bilsin. Yəni,
Bir dənə hidrogen çəksəm. Bunun bir elektronu var. Gətirdi o bir elektronunu qoydu bura. Düzdürmü? Deməli gördük ki, kükürdü 16 idi. 16'da. Baxın bunlar hamısı 16'dır uşaqlar. 16'dır. Bu 2 dənə elektronu götürdü. Bizə nə oldu? Cəmi 18 dənə oldu. Özünü tamamladı. 3s2 3p6-ya. Hidrogen də həmçinin 1 idi. Bir elektronunu götürdü. Neynədir uşaqlar? Kükürddəki bir elektronu götürür. Oldu 1s2 şəklində. Bu qədər. Yəni ümumi sxematik şəkildə götürsək, kükürddən bir dənəsi götürülməlidir, hidrogennənsə 2 dənəsi çəkilməlidir ki, kükürd özünü 18-ə tamamlasın, hidrogen də özünü 2-yə tamamlasın. Ümid edirəm ki, aydın oldu uşaqlar. Qarışıq gəlmişsə bu, ümid edirəm bu mövzu. Daha sonra 3-cü suala baxaq. X9, Y20, Z16 atomlarından hansılar arasında kovalent rabitə əmələ gələr? Cavabınızı əsaslandırın. Əmələ gələn maddənin formulu necə olar? Gəlin baxaq. Bizə verib X9. X9 verib uşaqlar. X9 təbii ki, flordur. İndi bilməyənlər üçün də elektron formulunu yazsaq 1s2, 2s2, 2p5 şəklində olur. Daha sonra bizə verib Y20. Y20 təbii ki, 20-ci elementdən danışır. 20-ci element də bizdə kalsiumdur. Amma yenə də yazaq elektron formulunu. 1s2, 2s2, 2p6, 3s2, 3p6 və 4s2 şəklində olacaq. Daha sonra biz X20'ni yazdık. Ondan sonra da 16'nı yazıram. Z 16, 1s2, 2s2, 2p6 və 3s2, 3p4 şəklindədir. Biz əvvəlcə bunların hansının metal, hansının qeyri-metal olduğunu müəyyən etməli uşaqlar. Biz dedik ki, əgər xarici elektron təbəqədə 1, 2, 3 elektron olursa, bu demək olar ki, metaldır. Sadəcə bizim istisnamız nə idi? Hidrogen idi. Hidrogen özü. Bir də bordur ki, bizdə nədir? Onlar istisnadır. Çünki onlar qeyri-metaldır. İndi biz buradan müəyyən eləsək, görürük ki, 4s2, yəni 20-ci olan elementimiz metaldır. Bu metaldır. Xarici elektron təbəqədə 4, 5, 6, 7 elektron varsa, deməli bu nədir? Qeyri-metaldır. Buradan da görürük ki, bu da qeyri-metaldır. Z-imiz də bizdə qeyri-metaldır. İndi bizdən nə deyir? Kovalent rabitə əmələ gələn deyir. Biz bilirik ki, kovalent rabitə nə idi? Qeyri-metal atomları arasında yaranırdı. Qeyri-metal atomları arasında yaranırsa, deməli bizim X ilə Z birləşəcək, kovalent rabitəni əmələ gətirəcək. İndi biz əsas maddənin formulunun necə olduğunu müəyyən etməliyik. Necə olduğunu müəyyən etmək üçün bizdə X9 verib, düzdürmü? 9 neyi necə özünü? 10'a tamamlayacaq. 10'a tamamlaması üçün 9, 10 yazdım. İyonun yükü oldu. -1 elektronumuz oldu. Nə qədər uşaqlar? 1 elektron. Deməli, 1 elektrona ehtiyac var. Daha sonra Z isə bizdə 3s2, 3p4'dür. Yəni 16'dır. 16, 16, 0. Özünü 18'ə tamamlayacaq. 18'ə tamamlaması üçün iyonun yükü oldu. -2. Elektronumuz nə qədər oldu uşaqlar? 2 elektron oldu. Demək, 2 elektrona ehtiyac var. Əkobu tapsaq, əkobu tapanda əkobum oldu 2. 2'ni böldüm 1'ə. Düzdürmü uşaq? Lazım o ehtiyac olan elektrona bölürəm. X-in ayağına yazıram. 2. 2'ni böldüm 2'yə. Aldım 1. Z-in də ayağına yazdım elə 1. Deməli bizim elektron ümumi formumuz oldu X2 Z formasında. İndi öyrəndiklərinizi yoxlayına baxaq uşaqlar. Kovalent rabitə nədir? Atomlar arasında necə yaranır? Biz dedik ki, qeyri-metal atomlar arasında ortaq elektron cüzdü hesabına yaranan rabitəyə kovalent rabitə deyirik. İkinci suala baxaq. H-flor və H2 molekullarında rabitənin əmələ gəlməsini sxematik olaraq necə təsvir etmək olar? Onu müxtəlif cür yenə dedik ki, uşaqlar təsvir etmək olar. Amma ən asan üsul budur. Baxın, hidrogen elektron formulu nə qədərdir? 1s1. Yeniyəcək, özünü 2'yə tamamlayacaq. Daha sonra bizə nə verib? Flor var da indi burada. Flor isə nə qədərdir? Elektron formulu nədir uşaqlar? 2s2, 2p. Bir dəqiqə balacalaşdırım. 1s2, 2s2, 4, 2p5 şəklindədir. Yəni ona özünü tamamlamalıdır. Bunun üçün biz nə etməliyik? Hidrogeni yazsam. Hidrogen bir dənə elektronunu qoydu. Flor da yazıram. 2s2, 2p5'də düzdürmü? Sonuncu incəlik təbəqəyə baxırıq uşaqlar. Yəni 7 dənə. 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, ortaq elektron cütündən istifadə edir. Hidrogenlə flor bir-biri ilə birləşir. Baxın, flor da yazsam 1, 2, 3, 4, 5, 6. Deməli, gördüm ki, 1s1 idi. Hidrogen özünü tamamladı 1s2'yə. Baxın, oldu 1s2. Bu oldu 1, 2, 2s2, 2p5 idi. Uşaqlar, neyini? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni
neynədir? 2s2 2p6-ya özünü tamamladı. Düzdürmü? Aydın oldu uşaqlar. 2s2 2p5 idi. Bir elektronu, hidrojenin bir elektronunu götürdü. Özünü 2s2 2p6-ya tamamladı. Hidrojen özü 1s1 idi. Florun bir elektronunu götürdü. Özünü 1s2-yə tamamladı. İndi deyirəm ki, aydın oldu. İndi hidrojenlə hidrojen arasında yaranan rabitəyə baxaq. İstəyirsiniz gəlin bunu sxematik olaraq da təsvir edeyim uşaqlar. Sizin üçün yəni onu da təsvir edeyim. Baxın, hidrojen neynir? Bir dənə elektronu var. Həmin o bir elektronunu gətirdi, qoydu ortaya. Düzdürmü? Daha sonra flor 1s2 2s2 2p5'te düzdürmü? 1 2 dənəsini qoydum buradan. Daha sonra 2s2 2p5. İstəyirsiniz fərqli rənglə yazın bunu. Heç yaxşı görünmür. Deməli, bu 2 dənə elektronu burada. Birinci energetik təbəqə, ikinci energetik təbəqədə 2 3 4 5. Deməli, 2s2 2p5 şəklində yazmalıyamsa 7 dənə. 6 və 7. İndi bu gəldi bir dənə elektronunu neynədir? Qoydu ortaya. Deməli, hidrojen özünün bir elektronu, florun bir elektronu birləşdi, özünü 1s2-yə tamamladı. Flor 2s2 2p5 idi. Hidrojenin elektronunu götürdü, özünü tamamladı. Neçə uşaqlar? 2s2 2p6-ya. Buradan da hidrojenlə flor arasında yarandı rabitə, yəni kovalent rabitəsi. Bu qədər. Daha sonra baxaq görə bizə nə verib? Sxematik olaraq təsvirini də verdik. Flor2 və O2 molekulaları arasında rabitənin əmələ gəlməsinin oxşar və fərqli cəhətlərini müəyyən edin. Gəlin yenə yazaq uşaqlar. Flor 1s2 2s2 2p5 şəklindədir. Oksigen üçün də yazsam 8-ci element idi. 1s2 2s2 4 və 2p4 şəklində olurdu. Deməli, bunun xarici elektron təbəqəsində 7 elektron var. Bunun da xarici elektron təbəqəsində 6 elektron var. Uşaqlar, əvvəlcə florla floru birləşdirirəm. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Alındı. Deməli, flor neynədir uşaqlar? Özünü tamamladı. 2s2 2p5-dən 2s2 2p6-ya. Digər flor da 2s2 2p6-ya tamamlamış oldu. İndi oksigenə baxsaq. Oksigenin xarici təbəqəsində 6 elektron var. 1, 2, 3, 4, 5, 6. Birləşir oksigenlə. Deməli, buradan da alınır oksigen. Deməli, oksigen də tamamladı 2s2 2p4-dən. Baxın. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 7 və 8. Deməli, 2s2 2p6-ya tamamladı. Buradan da 2s2 2p6-ya tamamlanmış. 2s2 2p6-ya tamamlanmış oldu. İndi biz bunu, uşaqlar, gəlin belə bir şəkildə də yazaq. Baxın, florun özü nə idi? 9-cu element idi. Özünü 10-cuya tamamlasa, flor 9, 10 tamamlasa, iyonun yükü oldu. -1 elektronumuz oldu, müsbət 1. Deməli, neona özünü tamamlaması üçün 1 elektron lazımdır. Oksigenin özü isə 8 idi, 8, 0. Oksigen 8, 10-cuya tamamlaması üçün iyonun yükü oldu, -2. Elektronumuz da oldu, nə qədər uşaqlar? Müsbət 2. Buradan da biz görürük ki, oksigenin özünü ona tamamlaması üçün 2 elektron lazımdır. Florun özünü ona tamamlaması üçün 1 elektron lazımdır. Baxın, buradan da gördük. 1 elektron buna lazımdır. Amma oksigenə nə qədər elektron lazımdır? 2 elektron lazımdır. Bunların fərqli cəhətləri. Oxşar cəhətləri odur ki, hər ikisi elektron cütü qoyub rabitə əmələ gətirir. Bu rabitə də bizdə kovalent rabitə adlanır. Sonuncu suala baxaq. Nə üçün oksigen hidrogenlə H2O, azot isə hidrogenlə NH3 tərkibli molekul əmələ gətirəcək? Baxaq, uşaqlar. Hidrogenin özü nədir? 1, 1. Özünü tamamlayacaq. Helyuma tamamlasa 1, 2. İyonumuzun yükü oldu. -1. Elektronumuz oldu. Müsbət 1. Deməli, 1 elektron lazımdır bizə. Daha sonra oksigenin özünə baxsam 8, 8, 0. Oksigen özünü tamamladı ona. İyonum yük oldu. -2. Elektronum da oldu. Müsbət 2. Buradan da 2 elektrona ehtiyac olduğunu görmək olar. Əgər bu tapsaq,
Əkəb oldu 2. Düzdürmü? 2-ni bölsək 1-ə, hidrogenin indeksinə düşəcək 2. 2-ni də böldüm 2-yə, oksigenin indeksinə düşdü nə qədər uşaqlar? 1. Yəni ümumi formulum oldu H2O şəklində. İndi azot isə hidrogeni NH3 tərkibləməyə gətirir. Yenə yazsaq, azotun özü bizdə 7-dir, 0. Azotun özü 10-cuya tamamlasa özünü 7, -3. İyonun yükü oldu -3. Elektronum oldu nə qədər? 3 elektron. 3 elektrona ehtiyac var deməli özünü ona tamamlaması üçün. Hidrogen də eyni ilə yazsaq yenə 1, 1, 0 özünü tamamladı. Helyuma 1, 2, 0, -1. İyonumuzun yükü oldu -1. Elektronumuz da oldu nə qədər uşaqlar? Əksi, yəni müsbət 1. Buradan da 1 elektrona ehtiyac oldu. Əkobu da tapsaq, əkob oldu nə qədər? 3. Düzdürmü? 3-ü də bölsəm 3-ə, azotun ayağına düşdü 1. 3-ü də bölsəm 1-ə, hidrogenin də ayağına düşdü 3. Deməli bizim də formumuz nə oldu? NH3 şəklində oldu. Bu qədər. İzahımız bu qədər idi uşaqlar. Ümid edirəm ki, izahlar aydın oldu sizə. Kanala dəstək olmaq üçün abunə olub, rəy yazıb, videonu bəyənə bilərsiniz. Gələcək mövzuların izahında görüşənə qədər.